Salam izləyicilər, bu videoda sizə Excel proqramında xana anlayışı haqqında məlumat verəcəm. Excel proqramında sütun və sətrin kəşfməsində cədvəlin əsas struktur elementi olan xana yerləşir. Belə ki, xana özündə müəyyən informasiyanı saxlayan sahədir. Microsoft Excel proqramında verilənləri işçi vərəqinin daxilində yerləşdirmək üçün ən kiçik minimal element məhz xanadır. Göstəricinin köməyi ilə seçilən xana cari və ya aktiv xana adlanır. Hal-hazırda görürsünüz, bu xana F sütunu ilə və 11 nömrəli sətir ilə kəsişib. Bu xananın adı F11 xanası olacaq. Yəni burada biz sütun və sətri ardıcıl olaraq deyirik. Ümumiyyətlə xana adlandırılması Excel proqramında iki cürdür. Bunlardan birincisi standart adlanma. Yəni burada birinci sütunu, daha sonra sətrin nömrəsini deyirik. Yəni sütun burada hərf, sətr isə rəqəmdir. Yəni hərf rəqəm kombinasiyası şəklindədir və seçdiyimiz xana eyni zamanda Excel proqramında Namebox sahəsində əks olunur. B16. Yəni bu xananın ünvanı B16 xanasıdır və ya adı B16 xanasıdır. Zaten görürsünüz yuxarıdan B sütunu ilə sol tərəfdən 16 nömrəli sətirlə kəsişib. Ona görə bu xana B16 xanasıdır. Yəni standart adlandırmada məhz xanaları bu formada deyirik. Görürsünüz E16 və ya F13 və s. Yəni həmin seçdiyimiz xananın da ünvanı zaten Namebox sayəsində əks olunur. Digər adlandırma isə L1-S1 istinad üslublu adlandırmadır. Burada isə tam əksinə ilk öncə sətri, daha sonra sütunu deyəcəyik ardıcıl və burada standart adlandırmadan fərqli olaraq həm sətr, həm sütun rəqəm ilə işarə olunub. Bu cür adlanmaya keçmək üçün isə biz ilk öncə fayl tabına daxil olmalıyıq və burada Options parametri adlı əmr var. Bu əmrin üzərində mouse sol düyməsini bir daha vururuq və nəticədə Excel Options adlı dialoq pəncərə açılır və burada Formulas bölünməsi üzərində mouse sol düyməsini bir daha vururuq və açılan sağ paneldə L1-S1 Reference Style əmri qarşısında mouse sol düyməsini bir daha vurub aktiv edirik və OK düyməsini sıxırıq və nəticədə gördüyünüz kimi bu zaman həm sütunlar, həm də sətirlər hər ikisi rəqəmlə işarə olunacaqdır və məsələn biz hər hansı bir xana seçsək, burada görəcəksiniz həmin xana ünvanı R4 C8 yazılıb, yəni 4-cü sətrin 8-ci sütunu. Ümumiyyətlə bu R, C hərfləri nədir? Yəni sətir və sütun hərflərin ingiliscəsində baş hərfidir. Yəni belə ki, biz dedik ki, burada birinci sətir gəlir, yəni row, sətir deməkdir ingiliscəsində, baş hərfi R-dır, sütun isə kolon deməkdir, yəni baş hərfi C hərfidir, yəni o sözlərin baş hərfləridir. Ona görə də biz hər hansı bir xanaya qoyanda birinci row 12, yəni R-nı yazır, yəni çünki row sətir deməkdir, yəni 12-ci sətrin 11-ci sütunu və ya başqa bir xanaya qoyuruq 4-cü sətrin 15-ci sütunu. Yəni burada birinci sətir, daha sonra sütun qeyd olunur. Yəni bunları ardıcıl şəkildə bu istinad üslubunda deyirik və əvvəlki standart formaya keçmək üçün yenə File, Options və burada Formulas bölməsinə daxil oluruq və L1-S1 Reference Style qarşısındakı işarəni yığışdırıb, daha sonra OK düyməsini sıxırıq və nəticədə yenidən əvvəlki adlandırmaya keçdi. Qeyd edim ki, ilkin halda proqramı açarkən məhz standart adlandırma aktiv olur. Digər üsluba keçmək üçün təbii ki, biz az öncə qeyd etdiyim keçidlərdən istifadə edirik. Standart adlandırmada işçi vərəqin ilk xanası A1 xanasıdır. Sonuncu xana isə XF-dir, 1.048.576 xanasıdır. L1-S1 üslubunda isə gəlin ilk növbədə keçid eləyək sürətli formada.
R1 S1 üslubunda isə ilk xana R1 S1, sonuncu xana isə R 1.048.576, C 16.384 xanasıdır. Məhz bu belə deyək, üslubda birinci xana, yəni işçi vərəqin birinci xanası R1 S1 olduğu üçün məhz bu səbəbdən, yəni bu isimlə adlandırılıb bu adlandırma. Və ümumilikdə Excel proqramında hər bir işçi vərəqdə 2,34, yəni 17 milyard 179 milyon 869 min 184 xana mövcuddur. Növbəti video dəstə Excel proqramında xana ilə bağlı klaviaturadan düymələr kombinasiyası vasitəsilə keçidləri izah edəcəm. Videonu bəyəndiyinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla da paylaşın ki, onlar da bizim video dərslərdən faydalanı bilsinlər. Hələlik sağ olun.